Rusiyadan Ermənistana Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalar davam edir. Növbəti yük qatarı Biləcəri Dəmiryol stansiyasından yola salınıb. Daha ətraflı əməkdaşımız İlkanə Vaqif qızı məlumat verəcək. Biləcəri Dəmiryol stansiyasından növbəti tranzit yük qatarı yola salınır. Qatar Azərbaycan ərazisindən keçərək Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstana, oradan isə Ermənistan istiqamətinə hərəkət edəcək. Göndərilən yükün tərkibi isə əsasən karbamid və un məhsulları təşkil edəcək. İki vaqondan ibarət çəksi 126 ton olan karbamid və bir vaqondan ibarət çəksi 67 ton olan un Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Dəmiryol stansiyasından yola düşüb. Baxmayaraq ki, aramızda hələ əlaqələr yoxdur, Azərbaycan xoş qonşuluq münasibətləri Ermənistana dəfələrlə nümayiş etdi. Ermənistana yanacaq satdı. Azərbaycan ərazisindən keçərək Ermənistana gedən taxıl qatarını buraxdı. Bir neçə gün bundan əvvəlsə ev tikintisində istifadə olunan istilik izolyasiya materiallarını Ermənistana satdı. Bütün bunlarla Azərbaycan Ermənistan cəmiyyətinə aramızda sülh olarsa, münaqişə başa çatarsa, Azərbaycanın timsalında xoş bir qonşu görəcəyinin mesajını verir. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. Xatırladaq ki, tranzitlə yanaşı Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub. İlkanə Vaqif qızı Nahidə Məmmədova, İlkin Həsənov, Space Xəbər.